Ailəsini söz-söhbət düşər. Ayıb taxın. Düz deyirsən Şəms. Biz səhv eləmişim. Bizdə olmasın. Səhvdir də qadası. Günah deyil ki, səhvi hamımız edirik. Əsas odur, Adəm müəllim məni işdən çıxartmayınca sakitləşmədi. Səni atam işdən çıxartdı. Yox, günahına girməyin. Atan eləmədi, amma onun badına getdi. Şana müəllimin bacısı Elza, oradasa duyuq düşmüşdü. Da, sən onları tanıyırsan, sən onları tanıyırsan, canımı yığdı boğazıma. Mən də nə qədər yalan danışım. Başımı götürüb qaçdım. Yaxşı kəsəbi deyilsin. Görürəm zarafatla danışsın. Atama cavab qaytarmağına bəlkə acığım tutmuşdu. İkimiz də acıq, ona görə söhbətimiz tutmur. İndi düzələr. Buyurun müəllim, bu sizə çatacaq. O nədir? Bunun kim verdi?